Əgər bir ata ağıllı, əxlaqlı və zəkalı bir evlad yetişdirmək istəyirsə, ilk öncə o uşağı böyüdən və daha çox yanında olan anasına dəyər verməli və qayğı göstərməlidir. Yox, əgər bir ata evladına dəyər verərsə, qayğı göstərərsə, amma anasına şiddət göstərərsə, o uşaq ona olunan qayğıdan çox anaya göstərilən şiddətdən təsirlənər və şuur altına bunu toplayar. Və sabahlarım bu ata bu evladdan özünə qarşı hər hansı bir hörmət, qayğı görə bilməz. Çünki o evladın böyüdükdən sonra, ixtiyarı əlində olduqdan sonra şuur altına toplanılan anaya qarşı olan şiddəti atasından çıxmağa başlayar. Ona görə də əziz atalar, çalışaq uşaqlarımın anasından və özümüzün xanımlarına qarşı çox diqqətli yanaşaq, onlara qayğı və hörmət göstərək.